Elektromobil deyəndə bütün dünyada ağla gələn ilk marka hansıdır? Təbii ki, Tesla. Tesla deyəndə ağla gələn ilk model hansıdır? O qapıları yuxarı açılan maşın var ha. Baxın elə budur. Ona görə bu gün də elə sizlər üçün o qapıları yuxarı açılan maşını çəkəcəyik. Qarşınızda Tesla Model X. Yeni videomuzdan hər kəs salamlayıram dostlar. Mən İlkin Mustafayev, Pultlu Maşın kanalına xoş gəlmisiniz. Təbii ki, bizim kanalımızdasa deməli biz bir elektrikli avtomobil icmalını eləyirik və bugün sizlərə elektrikli avtomobil olaraq bir dənə qəşəng Tesla Model X gətirmişik. Təbii ki, bu avtomobil az öncə də dediyim kimi ağıllara gələn ilk avtomobildir ki, elektrikli avtomobil deyəndə hansı model, marka, nə ağla gəlirsə elə onun birbaşa özüdür. Qapıları yuxarı açılan, elektromobil deyəndə ağla gələn ilk Tesla və s. hamısı bu avtomobildir. Tesla'nın Model X modeli. Model X modeli. Elə modelin adı Model X-dir. Nəyə görə Model X-dir? Onu da sizə izah edirəm. Gəlin elə onu başdan izah edeyim sizə. Nəyə görə bu avtomobilə bir Model X adı verilib? Model X əslində bir çarpışmadır. Yəni bütün xəttlərin çarpışdığı nöqtə bu avtomobildir. Bu avtomobildə Tesla, Elon Musk belə deyək və yaxud da Tesla mütəxəssisləri nəyi görüb? Həm sedanı görüb, yəni Model S-i, həm SUV-ni görüb, yəni Model Y-i və Model X-in özünü də elə SUV eləyiblər, həm də Model 3-ü görüblər və əlavə olaraq da burada həm də bir sport karı görüblər. Ona görə də bu avtomobilin modelinin adını elə Model X olaraq da yerləşdiriblər. Həmçinin Model X deyəndə başqa bir mənbələr də deyir ki, bu bir növ belə deyək də unknowndur. Yəni bilinməyən bir X-dir. Hansısa bir X. Ona görə də elə X olaraq da bu avtomobilin adı qalıb. Yəni bu avtomobildə bütün segmentləri siz rahat şəkildə görə bilərsiniz. Ona görə tam detallı sizə hər birini izah eləyəcəm. Gəlin avtomobilin xarici dizaynına baxaq. Dizaynlarını dedikcə, əlavə olaraq da texnologiyalarını da sizə deyəcəm. Bilirsiniz də artıq 5 ildir ki, mən Tesla sürürəm. Ona görə bunun artıq demək olar ki, hər bir cəhətini, hər bir nöqtəsini, hər bir mənfisini, müsbətini bilirəm. Ona görə hamısını sizə bu videoda izah eləyəcəm. Ön tərəfinə baxaq. Aerodinamik bir forma, avtomobil SUV-dir. Çox ağır bir çəkisi var. Təxmini olaraq 2.8-3 ton aralığında bir çəkisi var. Ona görə Tesla bunu maksimum dərəcədə aerodinamik formada hazırlayıb. Ön tərəfdə faralarımızı görürük. Faralarımız full LED faralardır. Təəssüf ki. Matrisa fara deyil. Halbuki nisbətən aşağı segment olan Model 3-də və yaxud da Model Y-də, yəni bundan aşağı segment sayılır. Matrisa fara olsa da Model S və Model X Premium olsa da full LED faralardan istifadə olunub. Gündüz işıqlarımız görürük və burada dönmə işıqlarımız da var. Həmçinin aşağı hissədə də duman eləyinə işıqlar və formada balaca xırda indi Amerikadan gəlib də o sarı özünü göstərməlidir də. Amerikankamız da öz yerində. Başqa ön tərəfdə heç nə yoxdur. Park sensor yoxdur bu avtomobildə. Amma park sensor işini görə bilən funksionallıq var. Ümumiyyətlə bəzi markalar, hətta Çinli markalar mən sizə deyərdim ki, 2024-də bir ümumi qlobal səviyyədə elan elədilər ki, bəs biz dünyada ilk dəfə sensorları yığışdırırıq, avtomobillərimiz hər tərəfli olaraq ancaq kameralardan idarə olunacaq. Amma Tesla tam olaraq 2021-ci ildən etibarən Model 3, Model Y, Model S, Model X hamısında sensorları yığışdırıb. Tək park sensorlarından söhbət getmir. Ümumiyyətlə avtomobildə sensor yoxdur. Amma o funksionallıqları idarə eləyən kameralar var və onların iş gücü də daha da artırıldı. Ona görə ön alın şüşəmizdə biz kameralarımızı görə bilərik. Ümumilikdə avtomobildə 9 kamera var və o kameraların elə 3-ü cəmi qabaq tərəfdə yerləşir və bütün hər tərəfli olaraq zolaqları, piyadaları, maneələri oradan görə bilir. Ön tərəfimizdə bu qədəri. Mən kapot hissənin aşağısını elə burada olmuşkən göstərmək istəyirəm sizə. Biz burada dayananda artıq özü açıldı. Yəni əlavə olaraq bizim hansısa bir müdaxiləmizə, monitordan basmağımıza, telefondan idarə eləməyimizə, telefondan da idarə olunur ha. Telefondan idarə eləməyimizə və s. ehtiyac yoxdur. Bagaj özü açılır avtomatik olaraq. Böyük bir bagaj var. Segmentin ən böyük ön bagajı 183 litr
Təsəvvür edirsiniz, 183 litrlik bir baqaj həcmi var. Burada bizim qoşqu dəmirimiz, əlavə bir düymə də var ki, kimsə içəridə qalsa o düyməni basıb çıxmağa. 183 litrdir də, yəni bir adam rahat yerləşər də bura. Və iç sən materialına baxsaq, burada artıq xüsusi keçə tipli materialdan istifadə olunub və əlavə olaraq da belə bir rezin də var ki, batmasın deyə. Yəni bu formada. Başqa heç nə yoxdur. Nə axtarırsınız ki, nə də olsun. Motor olası deyil ki burada. Və bu hissə plastik əslində açılır. Burada şüşələrə su vuranın suyudur. Bu hissə də açılanda aşağıda filtr və s. belə kimi məsələlər var. Bağlayaq, keçək yan tərəfə. Yan hissədə o qədər maraqlı detallar var ki, hamısını bir-bir izah eləyəcəm. Adətən maşınların yan hissələrindən danışmaq daha qısa çəkir. Çünki elə də çox detal olmur, ancaq bu avtomobildə detallarımız çoxdur. Həddindən artıq çoxdur. Ona görə elə başdan başlayaq. Gərək birinci təkərlərə. 20-lik təkərlərdir. Zavod üstündə olan təkərlərdir. Disklərdir həmçinin. Qara boyanıb bu disklər. Və bizim askı sistemimiz pnevmatik askı sistemidir. Avtomobilin minimal yerdən olan hündürlüyü 146 mm-dir. Normal səviyyədə 166 mm-ə qədər qalxır. Bu ən aşağıdakı səviyyədir. Biraz qaldırdığımızda 166 mm və off-road rejimə siz artıq keçmək istəyirsinizsə 206 mm təsəvvür edin və istənilən yerdə rahat şəkildə hərəkət edə bilirsiniz. Çünki bu avtomobil dual motordur. Long range dual motor versiyadır. Ona görə həm ön tərəf, həm arxa tərəf çəkir. Rahat şəkildə istənilən şəraitdə hərəkət edə bilərsiniz. Michelin təkərlərdir. Ön tərəflər 265-45-20-dir, arxa tərəflər isə 275-45-20-dir. Yan tərəfə baxdığımızda bizim qanadımızda təbii ki, Tesla'nın olmazsa olmazı kameramız burada yer alır. Bir kamera bu hissədə yer alır. Həm yolu çəkir, həm zolaqları çəkir, həm maneələri nəzərə alır. Yəni sensor olmadığına görə bütün bunlar hamısını nəzərə alır. İçdən çıxmalı qapı tutacağı deməyəcəm. Elə iç tərəfdə qalan qapı tutacağı deyəcəm buna. Səbəbi çünki bunlar düymədir. Baxın. Qapı özü açılır. Rahat şəkildə əyləşirsiniz və əyləşdikdən sonra tormuzu basırsınız. Yəni elə bir dənə yoxlayaq da. Əllərim buradadır ya. Bəziləri deyə bilər ki, bu Çin avtomobillərində də var da, deyə bilərsiniz. Yəni nəzərə alın ki, Model X-də bu 2021-ci ildən var. Təsəvvür eləyin. Çin avtomobillərində indi özünüz bilin də neçənci ildən varsa. Kopyalamaq söhbətinə girməyək də. Nəysə, gedək. Çox danışmayacağam. Arxa tərəfdə də buradadır. Rolls-Royce tipində. Görürsünüz? Fikirləşən olar ki, bəlkə qapı belə açılır və s. Xeyr. Bir dənə buna baxın. Dəydi mənə, dəymədi ki. Və rahat əyləşirsiniz. Belə 5 yerli idi maşın. Salona keçməyək də, birazdan keçərik. Qoy elə eksteriyerdən danışaq. Və düşəndə də rahat düşürsünüz. Əlavə qapı sizə heç yerdə mane olmur. Yuxarı tərəfdə də mane olmur. Burada bir düyməmiz var. Yox, səhv bastım. 2 düyməmiz var. Biri tam açmaqdır, biri bağlamaqdır və qapı da özü bağlanır. Bəziləriniz fikirləşə bilərsiniz ki, yaxşı, bəs dar yerdə saxladıqda necə olacaq? Onu birazdan sizə göstərəcəm ki, necə olursa, dar yerdə saxlayanda qapı necə açılırsa. Yəni, onların hamısını test eləyəcəyik elə bu videoda və burada da bizim enerji portumuz var. Açıldı. Tesla Next. Amerika standartıdır. Tesla'nın artıq Amerika standartıdır və artıq bu rəsmi olaraq standart kimi qanuni olaraq qüvvəyə minib. Yəni bu nə deməkdir? Artıq Amerika istehsalı 27 marka təsəvvür edin. İçərisində BMW də var, Mercedes də var, Kia, Hyundai da var, hətta GM belə var, Chevrolet təsəvvür edin. Bunlar hər biri Hummer və s. hamısı elektrikli avtomobillər artıq Amerikada bu portdan istehsal olunacaq. Yəni Tesla'nın Next portu. Azərbaycanda yaxşı bunu necə enerji dolumu eləyirik? Hop, bax bu keçiricidir. Bu keçiricini alırsınız. İstənilən enerji doldurma məntəqəsində siz avtomobilinizi CCS vasitəsilə rahat enerji dolumu eləyirsiniz. Görürsünüz, bu formadadır. Burada həm AC var, həm DC var. Yəni istəsəz siz AC olaraq Type 2-dən avtomobilinizə enerji dolumu eləyirsiniz, istəsəz CCS 2-dən. Bunu bura taxırsınız. Yox. Birinci siz artıq EDM-ə taxırsınız, ondan sonra bura. Bunun üzərində bir düymə var. Onu elə bu videoda hamıya deyim, məlumatınız olsun. Bu düyməni buradan çıxartmaq üçün istifadə etməyin və üzərində olarkən qətiyyən basmayın, çünki avtomobilin qoruyucusuna birbaşa olaraq mənfi təsir edir. Ona görə nəzərinizdə olsun. Keçək baqaja. Gəlin indi arxa tərəfdən danışım. Düzdür, biraz günəş dəyişir. Ona görə biraz fərq eləyir, amma indi
Rəşad orada həll eləyəcək də, kadrlarda həll eləyəcək. Arxa tərəf, yəni görürsünüz dayanan kimi arxa baqajımız da rahat açılır birbaşa olaraq. Telefon cibimizdədir. Açar funksiyası telefona yazılıb. Application işləyir çünki bu telefonda. Və siz rahat şəkildə arxada dayandıqda birbaşa olaraq açılır. İndi hələ ki bağlansın, baqaja keçəcəyik. Birinci biz arxa tərəfdən danışaq, ondan sonra içəriyə doğru keçək. Arkada LED stoplar təbii ki, bu avtomobildə halogen heç nə yoxdur. Aşağı hissədə difuzorumuz və işıq qaytarıcılar və aşağı hissədə də bir qoşqu yerimiz də var. Əlavə olaraq siz hansısa bir belə desək, aksesuarları alıb quraşdırsanız, rahat şəkildə həmin funksionallıqdan istifadə edəcəksiniz. İstəsəz qoşqu, istəsəz hansısa bir yük yeri, bəzi videolar var, generator falan qoyurlar bura güya da indi. Onları eləyə bilərsiniz yəni. Spoilerdir. Spoiler hazır vəziyyətdə belə açıq vəziyyətdə olur, bağlanmır. Yəni bəziləri düşünə bilir ki, açılıb bağlanan spoilerdir. Yox. Standart olaraq bu formada dayanan, hazır açıq vəziyyətdə dayanan spoilerdir və burada əlavə olaraq da tormoz işığının təkrarlayıcısı var. Və bayaq da dediyim kimi telefon yanımızda olanda dayanırıq, işıq yanır və baqaj avtomatik olaraq açılır. Təbii ki, bu əlinizdə hansısa bir yük olarkən sizə çox böyük üstünlük verir. Bir var, ayağınızla burada nəsə axtarasınız. Bəzi maşınlarda var, işıq bir proyeksiya vurur yerə, onu basmalısınız ki, açılsın və s. Artıq bir çox avtomobillərdə bu funksionallıq gəlir. Açar üzərinizdə olsa açılsın və s. Tesla'da da sağ olsun, axırıncı yenilənmələrdən sonra yəni bunu əlavə eləyiblər. Ümid eləyək ki, Model Y-ya, Model 3-ə də bunu əlavə eləyirlər. Çünki çox gözəl funksionallıqdır. Segmentin ən böyük arxa baqajı təsəvvür eləyin. Bilirsiniz nə qədərdir ölçüsü? Belə baxıram ki, videonu izləyirsiniz, maraqla da izləyirsiniz ha. Amma videonu bəyənməyi unutmusunuz. Videonu bəyənməyi, kanala abunə olmağı və dostlarınızla da bölüşməyi unutmayın. Videoya davam edirik. Tam olaraq 1053 litr. Burada nələr var? Baxın, baqajı ümumi olaraq sizə göstərim. Sol, sağ tərəf, qapının iç tərəfi, hər bir yer Alcantaradır. Digər hər bir yerlər xüsusi keçə tipli materialdır, parçadır və plastikdir, sərt plastiklərdir və burada baqaj bundan təbii ki, yekunlaşmır. Bu hissədə də bir cibliyimiz var bizim. İndi sürücünün əşyaları var və digər hissədə də böyük bir cibliyimiz var. Bütün bunlar hər biri baqaj bu vəziyyətdə 1053 litrdir. Təsəvvür eləyin. Aha, bağlaya bildim. Ümumi 1053 litrdir. Oturacaqlar da qatlanır. Oturacaqlar qatlandıqda isə siz təsəvvür eləyə bilməzsiniz. Düz, nə az, nə çox. 2250 litr baqaj həcmi olur. Yəni, bura hansı əşyanı istəsəz yükləyib apara bilərsiniz, rahat. Qazel. Gəlin indi hamıya maraqlı olan qapılardan danışaq, Falcon Doors'dan danışaq. Çünki qapılar əminəm ki, bir çoxlarına maraqlı gələcək. Açılması, bağlanması, funksionallığı. Onu danışaq, ondan sonra keçək ön hissəyə, biraz da maşını sürək. İndi isə hamıya maraqlı olan o qapılar ki var ha, Falcon Doors deyirlər də ona. Onun açılıb bağlanmasını gəlin bir yerdə yoxlayaq. Maşınımız da buradadır. Gördüyünüz kimi güzgüyə saxlanılıb hətta. Görə bu aralıqda, yəni standart belə deyək də şəhər parklanmasıdır da bu. Bu aralıqda qapı hansı formada açılacaqsa. Hazırsınız? 3, 2, 1. Getdik. Maşınımı risk atmışam. Qəşəng. Qəşəng. Gördünüz də açılmanı və rahat istədiyiniz formada əyləşirsiniz burada. Düyməmizi də basırıq. Bağlanır. Düşünürəm ki, biraz da sıxmaq olar maşına. Tam bağlandı. İndi buradan da açırıq. Yəni, çox sıx saxlanılmasına baxmayaraq rahat. Yəni, istəyənə, adi bu standart qapıdır da, bu standart maşın qapısıdır. Gəlin bunu bağlayaq, gəlin bunu yoxlayaq indi. Adi standart qapını yoxlayaq. Əgər iki maşın bu formada parklanma eləyirsə, biz adi standart avtomobilin qapısını açıb əyləşmək istəyirik də. Yəni, bundan artıq açılmır. Buradan əyləşə bilərsiniz siz. Yəni, buradan əyləşmək zülüm məsələdir. Özünüz görürsünüz. Ya şüşəni, çərçivəsiz qapının üstünlüyü, şüşəni aşağı salaq. Yenə də buradan əyləşmək mümkün deyil. Çünki buradan keçmək olur. Mən elə arıq adamam yeri gələndə, amma mümkün deyil. Amma Falcon Doors'u istənilən formada, lap bu formada dar bir yerdə saxlasaz belə rahat açılır. Özünüz görürsünüz ki, yəni avtomobil özü tənzimləyir həmin məsələni. Və Model Y, bu mənim maşınımda, yəqin bir çoxlarınız tanıyır. Çoxları Tesla deyəndə bu iki modeli bir-birindən qarışdırır. Mən misal üçün Model Y sürürəm.
İndi üstü biraz tozlu, indi hava belədir də imkan verir də yuduzduracaq. Kiməsə deyəndə ki, Model Y, o artıq onu beynində gedir o artıq proses ki, qapıları yuxarı açılan yox. Bu qapıları yuxarı açılan deyil. Bu qapıları normal açılandır. Qapıları yuxarı açılan budur. Yəni Model X-dir. Gedək avtomobilin salonla bağlı sizlərə maraqlı detalları göstərəcəm. Arxa hissəni birinci təqdim eləyim, sonra qabaq hissəni təqdim eləyəcəm və qabaq hissəni də sizə göstərəndə artıq sürüşdə göstərəcəm. Deməli, arxada əyləşmişik, rahat. Diz məsafəsi öz yerində, baş məsafəsi əlavə burada da şüşə olduğuna görə baş məsafəmiz biraz da artır. Həmçinin buradakı şüşəmizi də yəni idarə eləyə bilirik. Düymələrimiz burada. Bu hissədə bir parça işlədilib. Belə cins materialına oxşuyur. Plastika demək olar ki, yox səviyyəsindədir bu avtomobildə. Çünki daha premium Tesla bunu nəzərə alır. Ona görə plastika yox səviyyəsindədir. Misal üçün, Model 3 və Model Y-larda ön oturacaqların arxa hissəsi, yəni bu hissə plastikadır, sərt plastikadır. Burada artıq üzləməli bir material var burada, dəri formasında bir material var. Burada spikerləri görə bilirik, yəni səs sistemi həmçinin burada da var, aşağıda da var, zəng gəlir, vacib deyil. Avtomobildə ümumi 27 səs gücləndirici var. Nəyə görə 27? Adətən yəni cüt rəqəm olmalıdır, amma bu niyə təkdir? 26 səs gücləndirici avtomobilin salonundadır. Hətta yuxarıda da var, qapıda da var, bagajda da var, hər yerdə var. Bir dənə səs gücləndirici var ki, o da ön tərəfdə, ön bamperin aşağı hissəsindədir. Bu bir növ belə desək piyadalar üçün olan bir səs deyə bilərik. Boombox-da. Boombox-un da nə olduğunu, funksionallığını izah eləyəcəm sizə. Yəni bir səs gücləndirici də oradadır. Ümumən salon bu formada. Burada bizim belə bir displeyimiz var. Hardasa 8 düymlük bir displeydir. Bu displeydən hər şey idarə eləmək olur. Hər şey, yəni bildiyiniz hər şey avtomobil üçün. İstəyir burada siz havalandırmanı idarə edirsiniz, kondisioner və s. İstəyir oturacaqları, hətta ön oturacağı önə də görürsüz, önə də eləyə bilirsiniz buradan. Qızdırıcıları rahat qoşa bilirsiniz. Musiqini idarə eləyə bilirsiniz. Ön monitorun musiqisini buradan idarə eləyə bilirsiniz. Netflix, YouTube və s. Hulu, Twitch nə istəsəz var. Oyun oynaya bilirsiniz. Cybertruck videosu yadınızdadır da. Fəxri eşq olsun. Hanı bizim oyunumuz? Fəxri gəl oynayaq. Sıxaq burada oyunu. Və digər məsələlər də var. Misal üçün, ekranın işığını artırıb azaltmaq, Bluetooth-la, telefona qoşub Bluetooth-la idarə eləmək və s. Yəni bütün funksionallıqları buradan idarə eləyə bilirsiniz. Burada 2 dənə Type-C çıxış var. USB artıq dəb deyil, USB yoxdur artıq. Artıq Type-C-dir və stəkan qablarımız da bu formada yerləşdirilib. Bir dənə mənfi, mənə görə mənfi odur ki, qoltuq yoxdur, qoltuq qoyan yoxdur burada belə. Orada stəkan qabları burada əvəz eləyiblər bu hissədə. Amma yenə də adam istəyir belə oturub getsin də. Biz belə oturmağı istəyirik axı da. Ona görə yoxdur burada heç nə. Təbii ki, 5 yerdir bu. 7 yerdə nisbətən orta oturacaq yoxdur. Bagajda da oturacaqlar. Yəni bu formada müəyyən modifikasiya dəyişiklikləri var. 5 yerliklə bu belədir. Keçək ön tərəfə. Biz bugün bunu xarab eləməsək yaxşıdır. İndi isə gəldi əsas bizim harda əyləşəcəksə ora. Çox qəribə bir ab-hava yaşadır insana. Birinci qapımızı bağlayaq, bir dənə tormozu, bir dənə yəni dart, neynə, yoxdur, ehtiyac da yoxdur ona. Çox qəribə bir ab-hava var burada. Nəyə görə? Birinci növbədə sükanı görürsünüz artıq. Plate sükanı bir növ belə desək. Bu avtomobil plate deyil, long range-da, amma long range versiyada da bu sükan seçimi eləyə bilərsiniz. Sükanda rahatçılıq da var, narahatçılıq da var. Nəyə görə? Bu sükanla əslində çoxları fikirləşə bilər ki, belə döndərmək və s. məsələləri çətin olur. Amma bu sükanın üstünlüyü ondadır ki, siz sükanı belə desək də rulu əvvəlki formada döndərmirsiniz. Yəni çoxlu formada. Bitdi. Və geri qaytarırıq, düzdür və bitdi. Baxın bu formadadır. Yəni bir növ belə desək abarodu azdır. Ona görə rahat olur. Amma narahatlığı nədədir? Düymələr. Baxın bunların hər biri, yəni siqnal yoxdur. Görürsünüz, siqnal yoxdur. Siqnal buradadır. Və haptik formadadır. Yəni sensordur, ancaq haptikdir. Əlinizdə hiss edirsiniz ki, basılır. Amma istənilən halda narahatdır. Misal üçün, dönmə işığı sürürsünüz bu formada, dönmə işığını buradan yandırırsınız. Həmçinin dönmə işığını yandıranda da burada biz artıq sürücü alətlər panelində sağ tərəfdəki kameraları rahat şəkildə görə bilirik ki, oradan avtomobil yaxınlaşır, yoxsa yox. Və burada uzaq vuran işıqları yandırıb söndürmək,
şüşəyə su vuran və s. bütün yəni komandaları sensor formada eləyirik. Amma siz ki artıq yola daxil olursunuz və sükanı döndərəndə dönmə işığını yandırmaq istəyirsinizsə, bu artıq narahatlıq yaradır sizə. Ümumən amma bir müddət mən Model S, qırmızı Model S yəqin ki tanıyırsınız. Sultanın avtomobili, onu sürmüşəm. Müəyyən qədəri rahatlıqdır, öyrəşməkdən çox şey asılıdır. Ondan sonra bizim alın şüşəmiz. Görün araya qədər gəlir alın şüşəsi. Çox nəhəngdir, çox böyükdür alın şüşəsi. Və buradan gün düşəndə bizim günlüklərimiz, baxın, burada belə bir formada hazırlanıb, maqnitdir. Bu hissəsi maqnit formadadır. Eyni formada burada da maqnitə birləşir. Açdıq və buradan da bir dənə belə açırıq. Günlük belə, yəni gözümüz nizamında. Amma ki, gün buradan vurursa, artıq problemdir. Yəni, bu məsələ var. Nə yalan deyim. Amma maraqlı, elegant formada hazırlayıblar. Sürücünü və sərnişinləri izləmək üçün bir kamera burada yerləşdirilib. Ənənəvi Tesla güzgümüz bizim buradadır. Və ümumən də salon Tesla salonudur. Amma nisbətən fərqli Tesla salonudur. Çünki bizim burada sürücü alətlər panelimiz var. Əlavə olaraq da bizim burada 17 düymlü bir ekranımız var. Ekran Model 3 və Model Y-lardan nisbətən çox az fərqlidir. Fikir verirsinizsə, baxsanız, xəritə bütün ekranda açılır. Əlavə hansısa bir, misal üçün, biz bura daxil olduğumuzda sol tərəfdə səliqəli formada bir kiçik açılır və yaxud da kameralara daxil olduğumuzda xəritə yenə solumuzda qalır və kameralar açılır. Ancaq Model 3 və Model Y-larda sürənlər indi bilir də ki, biz kameraları açdığımızda artıq xəritənin üzərində açılır. Yəni, bu kimi nüanslar var. Biz maşını işə salırıq. Maşını işə salanda start-stop təbii ki, yoxdur. Tormozu basırıq və maşın işə düşür. Kəmərimizi bağlamalıyıq. Və kəmərimizi bağladığımızda bizim artıq sürətlər qutumuz, bilirsiniz də, buradadır da sürətlər qutusu. Ancaq ona ehtiyac olmur. Sürətlər qutusunun bundan əlavə, baxın, bundan əlavə və biz park rejiminə keçirdək indi. Sürətlər qutusu bundan əlavə həmçinin buradadır. Baxın, işıqları yandı, görürsünüz. Burada qəza düyməmiz də var və sürətlər qutusunu da buradan keçirə bilirik. Həmçinin burada Alcantara üzləməli 2 dənə telefon üçün yerimiz də var və biz burada telefonumuzu yerləşdirdikdə artıq enerji yığır. Çox rahat şəkildə mebel formada cibliklərimiz bununla bitmir. Stəkan qablarımız da açılır. Bu cibdən də əlavə bir cib də aşağıdadır və bununla da bitmir. Böyük bir ciblik yaranır burada. İstədiyiniz əşyanı rahat şəkildə yəni yerləşdirə bilirsiniz. Baxın, bu formada bağlanır. Bu birinci, bu da ikinci pozisiya. Və həmçinin də burada bir cibliyimiz də var. Sürücünün şəxsi əşyaları var, çox baxmayaq. Model X-larda bu ekran həmçinin sola və sağa da dönə bilir. O üstünlüyümüz də var. Və mebel burada da davam eləyir. Həmçinin burada da havalandırma boşluqları var ki, kondisionerdən artıq biz havalandırmanı oradan qəbul edirik və buradan rahat şəkildə idarə eləyirik. Belə. Hərəkətə başladığımızda bu ikisindən əlavə, yəni sürətlər qutusu bayaq da dediyim kimi həm monitordadır, həm buradadır. Ondan da əlavə biz sadəcə olaraq kəmərimizi taxıb tormoz pedalını sıxmamız kifayət eləyir. Maşın hərəkətə başlayır. Yəni maşın özü nəzərə alır ki, siz hansı tərəfə getmək istəyirsinizsə və buna uyğun da sizin üçün tənzimləyir ki, önə və yaxud da geriyə. Misal üçün biz artıq parklanma rejiminə keçirik. Avtomobili haradasa bir park eləyirik. Yaxınlaşırıq bu formada. Baxın, yaxınlaşdıq. Ön tərəf artıq avtomobil görür ki, bir maneəyə yaxınlaşır. Və burada da göstərir bizə ki, tormoz pedalını sıx və sükanı sola döndər və avtomobil geriyə gedir. Və eyni ilə tormoz pedalını sıxıb sağa döndəririk. Avtomobil önə doğru hərəkət eləyir. Baxın, ona görə hər dəfə, bəzi videolarda var, hər dəfə monitorda keçirdirlər və onun mənfisini izah edirlər və s. Yəni, ondan əlavə Tesla bütün bunları da düşünüb. Yəni, bu nüans var. Avtomobili gördüyünüz kimi biz daşlıqların üzərində sürürük. Bir növ belə desək, qəmbərli yolda sürürük, amma yumşaqlıq hiss olunacaq dərəcədədir. Çünki pnevmatik askıdır. Təbii ki, pnevmatik askı öz sözünü deyir. Belə baxıram ki, videonu izləyirsiniz, maraqla da izləyirsiniz ha. Amma videonu bəyənməyi unutmusunuz. Videonu bəyənməyi, kanala abunə olmağı və dostlarınızla da bölüşməyi unutmayın. Videoya davam edirik. Ümumən götürsək, avtomobil 685 at gücüdür, 754 Nm-də
fırlanma anı hasil eləyir. 2 mühərriki var, 2 elektrik mühərriki, yəni reduktoru ön və arxa tərəfdə. Bunların Plaid versiyasında 3 mühərrikdir. Təbii ki, o artıq 2.8 saniyəyə 0-100 yığır. Hazırda sürdüyümüz bu avtomobil isə 3.8 saniyəyə 0-100 sürür. Rahatçılığı, yol tutumu və s. yəni onlardan heç danışmağına dəymə, çox möhtəşəmdir. Həqiqətən mən artıq illərdir ki, Model 3 və Model Y sürürəm. Model X hətta onlardan daha artıqdır. Siz yəni onu təsəvvürünüzə gətirə bilərsiniz. Ümumi avtomobildə 100 kW-lıq bir batareya var. NMC batareyadır, istilik pompası və s. demək olar ki, hər bir şey mövcuddur. Enerji dolumunu deyim sizə, sürətli enerji dolumunda DC-də 1 saatda 250 kW-a qədər siz enerji dolumu eləyə bilərsiniz və çox qısa müddətdə artıq avtomobiliniz tam hazır olacaq ki, hərəkətə başlayasınız. Ev şəraitində isə maksimum 1 saata 11 kW-lıq bir sürətlə siz avtomobilinizi enerji dolumu eləyə bilərsiniz. Təbii ki, o da artıq sizin evinizin enerjisindən asılıdır və rahat şəkildə də tövsiyə edirəm ki, evdə dolum eləyəsiniz ki, rahat formada istənilən növbə gözləmirsiniz və yaxud da 20-40 dəqiqə aralığında hardasa stansiyalarda siz avtomobilin enerji dolmağını gözləmirsiniz və s. Yəni evdə daha rahatdır. Axşam qoyursunuz, səhər artıq hazırdır. Yəni bu forma var. Ümumən sürəndə avtomobildə belə qəribə bir his verir. Çünki yuxarı hissədə də görüntü var deyə. Elə bilirsiniz ki, yəni boş bir maşın sürürsünüz də, heç nə yoxdur deyə qabağınızda. Hər tərəfi çox rahat görürsünüz. Və ən maraqlı tərəfi də odur ki, siz təsəvvür edin, kör zonanız yoxdur avtomobildə. Qətiyyən kör zonası yoxdur. Ona görə inanılmaz bir rahatlıq var burada. Mən istəyirdim belə kiçik bir 0-100 eləyim sizin üçün. Kiçik bir. Sükanın görürsünüz bu rahatlığı var. Yəni əldə idarə eləməyə ehtiyac yoxdur. Bu formada yəni bir əllə rahat sürə bilirsiniz. Yəni bu sizə narahatlıq vermir. Sadəcə düymələri basmaq müəyyən qədər narahatlıq verir. Burada baxdığımızda inanılmaz dərəcədə çox funksionallıq var. Bizim burada askı sistemimiz var. İstədiyimiz formada askı sistemini idarə edə bilirik. Hətta askı sistemini komfort, avtomatik, sport və yaxud da gəlişmiş, yəni daha da belə deyə, bir növ belə desək smart formada idarə eləyirik. Burada xüsusi bir rejim də var ki, artıq 0-100 sürətlənməni avtomobilin bütün maksimal gücü ilə artıq hiss eləyə bilirik və 3 rejimdə gündəlik olaraq sürə bilərik avtomobili. Bu xüsusi rejimi amma davamlı şəkildə aktiv saxlaya bilmirik. Bunu ancaq həmin o yarış rejimlərində aktivləşdirə bilirik. Gündəlik sürüşdə isə sakit bir rejimi var. Yəni artıq yerindən elə bil ki, ikinci skorsla tərpədir. Güclə gedir də. O da 0-100 sürətlənməsi gəlir çıxır hardasa 6.8-6.9 saniyəyə. Sport rejimi var. Sport rejimində təxmini olaraq 4.2 saniyədə 0-100 sürətlənməsi və insane modu var. Insane modunda artıq 4 saniyədir. Və biz xüsusi burada yarış modunu qoşduğumuzda artıq 3.6-3 saniyəyə qədər düşə bilir 0-100 sürətlənməsi. Yəni bu kimi rejimlər var. Bir dənə insane modda indi 0-100 yaxını bir şey eləyəcəm. Hazırsan? Təbii ki, necə yerindən tərpənirsə, elə də dayanır da. 100-ə qədər qalxmadı. Burada çünki yol ona imkan vermir, şərait ona imkan vermir. İstəmirəm ki, burada o formada hərəkət eləyək, amma ümumən yəni avtomobilin sürətlənməsini gözlə görmək belə kifayət eləyir. Sistemdə ümumi olaraq burada funksionallıqlar inanılmaz dərəcədə çoxdur. Yəni mən bütün funksionallıqları danışsam, bizə saatlarla vaxt lazım olacaq. Burada əlavə olaraq biz enerjimizi idarə eləyə biləcəyimiz və bizə olan məsləhətlər var ki, hansı formada biz idarə eləsək, avtomobili daha yaxşı, daha optimal enerji ilə idarə eləyərik. Həmçinin avtomobil dayandığı vəziyyət, yəni park rejimində avtomobilin enerji idarə etməsini burada göstərir və ümumən son misal üçün 300 kilometrdə hansı formada hərəkət eləmişik və qalan bizim enerjimizdən neçə kilometr bu formada davam eləsək gedə biləriksə bu izah olunur. Əlavə olaraq da müxtəlif rejimlər var həmçinin avtomobildə. İstəyəriksə avtomobili, baxın, bu yeni gəlib. Tron rejimi. Gəlin avtomobili bir dənə P-yə keçirək. Tron rejiminə keçirəndə avtomobili sürətlər paneli, ümumi monitor hamısı Tron rejiminə keçir. Gördüyünüz kimi. Və biz hərəkətə başladığımızda da avtomobil artıq Tron olur burada. Yəni Tron filmindən ilhamlanaraq bu formada bir funksionallıq hazırlanıb. Daha sonra burada müxtəlif rejimlər var. Santa Claus. Artıq vaxtıdır da, gəlir də, sezonu gəlir Santa Clausun.
Yəni bu formada müxtəlif rejimlər hazırlanıb. Ümumi funksionallıqlar hər biri buradadır. Oyunlarımız öz yerində. Oyunlar oynaya bilərsiniz. 1 nəfərlik, 2 nəfərlik və s. oyunlar var. Yəni bu formada ümumi interfeys də Tesla'da hazırlanıb. Tesla bildiyimiz kimi, yəni daha çox avtomobildə bir növ softverə daha çox güc verib. Mən həmişə deyirəm ki, Tesla'nın müəyyən material cəhətdən geri qalan hansısa bir nüansları ola bilir. Plasmasında və yaxud da rəngində və yaxud da hansısa bir hissəsində. Amma Tesla soft cəhətdən, batareya cəhətdən, reduktor cəhətdən geri qalmır. Həqiqətən geri qalmır və gündəlik olaraq sürüşdə belə bunu çox rahat şəkildə görmək olur ki, insana həqiqətən daha çox rahatlıqlar verir. Ona görə, yəni Tesla bu cəhətdən düşünürəm ki, çox markalardan irəlidədir. Belə dostlar, Tesla Model X-in sizlərə detallı bir icmalını elədik. Avtomobil haqqında hər bir şeyi bu videoda siz artıq biləcəksiniz. Amma ola bilər də yadımdan çıxdığı məqamlar ola bilər və yaxud da səhv dediyim bir məqamlar ola bilər. Mütləq şəkildə şərhlər bölməsində qeyd edin. Əlavə olaraq da sizdə maraqlı hansısa bir avtomobiliniz varsa, onun çəkilməyini istəyirsinizsə, onu da bizə təklif eləyə bilərsiniz təbii ki. Və sizə kiçik bir əziyyət verəcəm. Sizin bu kiçik bir əziyyətiniz bizə böyük bir dəstək olacaq. Mütləq şəkildə kanala abunə olmağı unutmayın və videonu da bəyənin. Və dostlarınızla da bölürsəz əla olar. Növbəti videoda görüşərik. Sağ olun.